1951-ci ildə Amasya rayonunun Elləryoğu kəndində Kətçi ailəsində anadan olmuşam. O vaxt şərait kimi deyil idi. Məktəbimiz o balaca yer idi. Orada təhsilimizi aldıq. 4 illik idi. 4-cü sinifə qədər orada oxuduq. 4-cü sinifdən sonra 8-ci sinifi Gülücədə qurtarmalıyıq. Gülücə kənd Bostan məktəbində 8-ci sinifi də gəlib Gülücədə qurtardım. 1957-ci ildə 1-ci sinifə getdim kənddə. 4-cü sinifi qurtarandan sonra da Gülücədə 8-ci sinifi bitirdim. O vaxt orta məktəb 3 yerdə idi. Bir Güllübulaqdaydı, bir Amasya rayonunun özündə idi, bir də Təpəkətdə açmışdılar. O qədər kəndin hamısı yığılıb gəlib Təpəkətdə qurtarmalıydı. 7-8-10 kəndin cəmaatı Təpəkəndə gəlir. Gəldik 19-10, o vaxt 11 yox idi. 9-10 sinifi Təpəkətdə oxuduq. İndi özünü öymək olmasın, bütün kəndlərdən uşaqlar gəlirdi. İllər kəndin uşağı orada o birlərindən tamamilə seçilirdik biz. Nəyə görə? İntizamımıza görə, yaxşı oxumağa görə. Elə orada oxuduğumuz müddətdə də çox müəllimlərin böyük hörmətini qazanmışdı. Elə mən də, bütün uşaqlar da. Orta məktəbi 1968-ci ildə qurtardım. Təpəkənd Orta məktəbini. 68-də qurtarandan sonra o qarşıda instituta getmək var idi, əskəriyə getmək var idi. Oradan gəldim, işlərimi Vladimir İsveç'in adına o vaxt İlad tanıdı. Pedagojik Üniversitetinin Tarih Fakültəsinə verdim. Heç o vaxt bilmirdik, ixtisas da yox idi. Kənddə böyüklər belə demişdi ki, gedəndə axtarın institutları, harada uşaq az verirsə, sənədlərimizi oraya verin. Biz indiki kimi deyildik ki, 1-ci sinifdən biz başlayaq, ixtisas seçimi eləyək, bunu fənlərin hamısını, 16 fən keçirdik. 16 fəninin hamısını eyni səviyyədə oxuyardık. Bunun biri yaxşıdır, biri pisdir, elə ifadə yox. Hamısını eyni səviyyədə oxuyurduq. Dövr gəldi, hərbi sıralara getmək vaxtı gəldi. 69-cu ildə məni hərbiyə apardılar. Kətdən getmiş adamam. Təpəkətdə oxumuşam. O vaxt ustav var idi, əskəri ustavı, nizamnamə. O nizamnamədə ant var idi, hərbi ant. O antı bütöv əzbərləmişdim, onu Rus deyirdi ki, sən o ağıl işləmirsən, bu qədər əzbər gəlirsən. Yəni o and içmədə elə bilirdim, orada bir-bir bizi durğuzacaqlar, and içəcək. Mənə belə baxıb, dedi, sən Rus dilini bilmirsən, bu andı nə yaxşı bilirsən? Dedim, orta məktəbdə biz bu dərsi keçirik və bu andı da ona görə mən öyrənmişəm, and içirəm. Məni qoydu əskərlərin qabağına, mən bunu dedikcə, cəmaat o sözü təkrarlamaqla and içdilər. Yoxsa Qabatov bunu nə birləşdirirdilər? Andı hamı əzbər bilmirdi o qədəri. Geniş də Sovetin də himni çox geniş idi. Hərbi andı da geniş idi. Oradan hərbi qulluq elədim, yaxşı qulluq elədim. Moskva ətrafında gəldim. Serzant kursunu oxudum. Serzant kursunu oxuyandan sonra radyo-telegrafist 1-ci dərəcə aldım. Morze əlifbasıyla hərfləri ötürmək sahəsi üzrə. Oradan getdim, mən hara getdiyimizi bilmirdik. Apardılar Volqograda, o vaxt Stalingrad idi, Volqogradda getdim, qulluq elədim. Valla, mən kəndə gələndə, mən kəndə artıq leytinat zıbaniyasından gəldim. Hələ belə şey yox idi, leytinat. O bayram var idi, Süleyman müəllimin
kardeşi Bayram Rostov'da yaşayırdı. Sonra onun kızı geldi, bizde Rus dili müəllimi oldu. Bu Bayramın yoldaşı belə mətəl qaldı, məni gördü ki, buradan gedərdim axı, o mənim anam, o Kazımın bacısıydı. Da məni bir qohum kimi bilirdi. Kətdə gördü ki, mən gəlirəm, afser zvaniyasına dedim, bu xeyir ola, bu afseriyə bu harada, necə ala bilər? Demək, mən əskərdə o qədər yaxşı qulluq elədim. And olsun Allah'a uşaqlar. Bana dedi ki, qal burada qulluq elə, sənin kətdə nə var? Dedim, nə eləyəcəm? Dedim, yox, o vaxt biz ata-anamızın sözündən çıxmaz dedim, deyirdi, tədili geri gəlməlisən kəndə. Qol gedək, başımız saxlayaq, vayinmişdi. Nəhayət geri qayıtdım, gəldim, kəndə yaxşı Zvanya ilə mən gələnə qədər, orada partiya keçmişdim, o vaxtın işiydi. Bana belə bir məktub vermişdi, o komandir çar. Məktubu deyirdi, sən bunu keçəndə bu məktubu Rakonun birinci katibi səni qəbul edəcək, sən məktubu ona verərsən. Zərbəli Qurbanovun vaxtı idi, Zərbəli Qurbanov Göyçədən idi. Getdim oraya qeydiyyata düşdüm, qeydiyyat sözdə məktubu da verdim ora. Zərbəli Qurbanov da məktub açıb oxuyub, deyib, uğurluyub buraya göndəriyor. Yanıma getdim, and olsun Allah, stoldan qalxdı belə yanıma gəldi, sən bu rayonu haraya qaldırıb qoysan, bu rayonda sən nə yazır, burada nə yazırlar ki, bunu qoruyun, bu gələcək üçün, dövlət üçün çox xeyirli, bu qədər yaxşı qulluq elədi. Bu kətdən gəlmiş bir adam, mən politsaniyyətiyə deyildik, siyasi dərs. Mən Rusa siyasi dərs keçirdim, öyrəndim bu dili. Nəhayətdə çox çətinliklə filan partiyada keçdik, sonra institutda da oxudum, tarix fakültəsini bitirdim 1978-ci ildə, 73-də instituta girdim, əskərdən gələn kimi, 78-də də həmin institut tarix fakültəsini bitirdim. Təhsil şöbəsinin müdürü İsa müəllim var idi, çağırdı, dedi ki, müəllim, kəndinizdə balaca məktəbdir, dərs də yoxdur. Gəl, Güllüdə kənd orta məktəbində işlə. Dərs də çoxdur, məktəb də böyükdür, gedim işləyim. Gəldim, işlədim. Elə bir kətdəki fəaliyyətimin mən 15 ilindən çoxunu Güllüdədə işlədim. Tarix müəllimi kimi. İndi oranın uşağını mən hamısını tanıyıram, hamısına dərs demişəm. Və hamısı məni necə müəllim olduğumu bilirlər. Əgər siz yaşlı olan uşaqlar var, onlardan bir varsa əlaqanız, tanışdığınız olsa soruşun, uğurlu müəllim deyirlər, o gözəl müəllim idi, gözəl insan idi. Oradan dərs dedim, ondan sonra dəyişdirildim. Kətdə ağabey müəllimin qızı Minaya tarix müəllimi idi. O evləndi, getdi Gönlüyə, yer boşaldı da mən həmin kəndə tarix müəllimi gəldim. Ondan sonra 1987-ci ildə bu işlər hələ yeni başlayırdı. Səs çıxırdı, eşidirdi. 80-ci ildə ki, mən onu işitmişdim. Artıq bu 87-də də var idi. 87-ci ildə məktəb direktoru işlədim. Ta buraya gələn 89-a qədər. Ondan sonra da həyat elə getdi ki, gəldik Bakı şəhərinə. Bakı şəhərində də özümə əlavə iş axtarırdım, amma yenə məni həyat fırladı, bu məktəb işinə saldı. Məktəb işində 1991-ci ildən mən metodist işlədim. 93-cü ildən ta pensiya çıxana qədər, 2016-cı ilə qədər mən Nəsim rayon təhsil şöbəsində inspektor, sonra da 2006-cı ildə təhsil şöbələri ləğv olundu, adlandı, Bakı şəhər təhsil idarəsi oldu. 2006-cı ildən də bayaq dedim, ta 2018-ə qədər elə inspektor pensiya çıxana qədər inspektor işlədim. Müasir adam olmağa çalışmışam, gənclərimiz çalışırdı. Mən Podrat var idi o vaxt.
Bizim də mal qoyun saxlayırıq. Bizə erməni torpaq vermirdi ki, 5 saat sot. Heç olmasa o yeri biçək, mal qoyunumuz yesin. Biz gərək ya boğazından kəsib onu verib almalısan, ya kodrata işləməlisən. Yığıldıq, Şahbaz müəllim də fəal idi, qoçaq idi. Şahbaz müəllim, mən, Nizam müəllim, Əjdər Gülməmmədov, Allah rəhmət eləsin, çox yaxşı adam idi, ferma müdürü idi. Yoldaşı Validə də rəhmət edir, çox yaxşı adam idilər, çox gözəl insan idilər. Və bir də İmran Zamanov, Güllücə Safxozunun zootexniki idi. Bu beşimiz ilk podrat götürdük, podratı başladık bu işləməyə. O da bu bizim varlı olmamıza imkan yarattı. Yəni ot, mən hardan alım otu? 3 inəyim var, bir 20 qoyun var, 9 ayda bizdə qışdır. Bunu oturup pişdim geldi zat Zərbəli Qurbanov raykom idi. Elə uzaqdan dərə sahilini Vəkəf Səməddinin yadına gəlir, sən də yadına gəlir. O dərə sahilinin lap bəri tərəfindən biz götürmüşdük. Zərbəli Qurbanov Zastafa yol gedir, belə yolun başında düşür, Rəşməlin də yanındadır. Deyir, ay Rəşməli, bu cəmaatın hələ pişdiyinə bax, bunlar necə təmiz biçib, necə akuratını böyük loda deyirik. Böyük lodalar, biri bütondur lodanın biri. Bunlar bunu yaradır, bunlar bunu deyib, bunlar podrat işləyəndir. Podrat işləyirlər və bundan 30% onların. Mesela 10 ton verir istədər dövlətə, 3 ton bizim özümüzün. Bu deyib, eləyin ki, bu ərazini sərləni verin, bu cəmaat bu yolla işləsin, varlansın həm özünə, həm şəraiti. O, getmişəm, kredit almışam, ev tikirəm. Getdim, öyle o pulu yatıranda, o Baytardan idi, Bəndivandan idi, Sakyan adında oranın müdürü var. O da qatı Daşnaq Partiyasıdır, dədəsi. Elə belə, müəllim, gəldin, Qavaşama hörmət edir. Daha doğrusu mən də ona hörmət eləmişdim. Kreditlə alıb ev tikirəm, ondan ona rüşvət vermişəm ki, heç olmasa pulumu gecikdirim, Haydanaya verir ki, ustanın pulunu verim. Sen bu kətdə nə arırsan, nə götür? Müəlliməm, 3 ayda tətil deyildir, dayandırmışam, gedirəm ki, ot biçirəm ki, qışdan mal qoyuna gedirim. Sən nə orada qalmaq fikrin var? Deyirəm, yahar edildir, mən belə burada qalmaq fikrim var. O podrası dayandır, gedir, kimdir, onlar da dağıt, podrasad yoxdur. Çox şey deyir Qarbaçov, çox şey deyir Zərbəli Qurbanov. Onun hamısı dayanmalıdır. Cümləsel qalın, bilmək bu nə deyir bu? Bax, istəyir, istəmir mən. Niyə dayandırır? Yox, onda mən sənə kreditimi verməyəcəm. Ay, küçük deyirəm, kreditimi ver, evi tutayım. Zaten mən bu otuda biçirəm, əziyyət çəkirəm. 3-5 körpə uşağım var. Şahbazın da yazının 3 uşağı, o Əjdərin 5 uşağı, Nizaminin 2 uşağı, o Zamanov İmranın da 3-4 uşaq onundur. Deyirəm, biz onlar getmiş o istinin qabağı töhmüş yolda, bu otun xatirinə biz orada işləyirik ki, buradan 5 manat xeyrimiz olar. Yox, xeyrimiz olmayacaq, verməyəcəm pulu. Dedim, verməyəcəm, şikayət edəcəm. Bununla mübahisə elədik, bu indi istəyir ki, qalsın məni vursun falan, sonra nə düşündürsə vurmadı. İndi sən eləyəcəksən, gör, nə eləyəcəm sən? Dedim, bir şey eləyə bilməyəcəksən, mən podrata biçirəm. Ged onlar dağıt, ged onlar. Gəldik bunu mən uşaqlara demədim. Çünki ürəkləri qalardı da, indi deyərdilər. Amma sonra eşitmişdilər. Bunu Safaz da eşitmişdilər ki, mən bu kreditimi qəbul elə. Yox, gəl, pulu geri ver. Demək, pulu mən vermişəm suya, taxtıya. Mən pulum var idi, səndən niyə kredit alıram ki? Yox, onda onu dayandıracaq. Dedim, nə onu dayandıracağım, nə də bunu. Almışsan, alma. Dedim, Qarbaçova şikayət ərdəsi yazır. İndi Qarbaçoviç qoydular ki, oradan əslə geçsin. Nəhayət işlədik, çox çətinliklə qazandıq, çətinliklə yaxşı dolandıq. Çox yaxşı bir-birimizə mehriban olduq. Çox gözəl yoldaşlığımız oldu. O 8 illik məktəbin demək ki, kollektivi bir kollektiv idi, bir ailə idi, bir-birinə mehribançılıq idi. Mən heç
yadımdan çıxartmıram. Hiç özümdən də asılı olmayaraq ha, hiç özümdən asılı olmayaraq. Bir gündə mən 10 dəfə zada o Sabah xalıya, Ağabey müəllimin yoldaşıdır. Mən ona rəhmət oxuyuram. O Zöhrə xala, Səməddin anası bizim məktəbdə süpürgəsi idi. Çox təmizkar, çox gözəl, o qədər akuratlı, sərgəli iş görərdi. Bir nəfər onun dilindən inciməzdi, onun dilindən söz eşitməzdi. Şahbazın anası, unuttum adını, o qadında. Çox namuslu, vicdanlı, təmiz, yəni heç kimlə işi olmayan sakit bir qadın idi. Öz anamdır deyim, demirəm belə, öz anamdır. Hələ mən anamın səsini kətdə eşitməmişdim. Dədəm möhkəm idi, riskli idi. Amma anam yazdığım heç səsi tarixdə çıxmazdı ki, ona bir söz desin. İndi deyik, kənddə avqust ayının sonu artıq orada sentyabrın biri məktəb açılır. Avqust ayında da biz gəlirdik, amma rayonunun paltar yox idi. Uşaq da məktəbə gedir. Gərək bunu təxminən yox. Bütün kəndi cəmaatı, bütün Ağbaba cəmaatı avqust ayının elə 20-sindən ta avqust ayının sonuna qədər gəlirdik Lernəqana ki, orada uşağımıza paltar alaq. Özlərini də aparırdıq. Yesin uşaq səhəri görsün, sonrasa bir maruzunu yesin, sonrasa bir qab orada ona sütdan boşdan alaq yesin. Həm də paltar üstlərində olsun. Üç qızımı, oğlum Sulfay balacadır, Sulfay aparmamışam. Üç qızımı, bir də oğlumu. Kətdə Abbasov Fridinin maşını tutmuşam, Gülücəlidir. O 5 manata apardım. Getdik oraya düşəndə bir mağazalar belə uhrabarak deyirlər, meydança. Onun 4 qırağında. Öyle bir, belə baxanda siyasi büronun üzvlərinin şəkillərini vururlar. Əliyev də familiyası birinci ilə Əliyevlə gəlir də, A hərfidirsə, bu başlı olmalı. Elə yer boşdur, o birləri oradadır, bunun şəkili yoxdur. Bu, bilmək, bunu keçən dəfə də gəldim, belə gördüm. İndi də gəldim, bunu belə görürlər, bunlar niyə vurmurlar? Bu şəkil mi yoxdur falan. Mən də başında da oxuyordum, şəkil var. Qiymət elində şəkili yoxdursa da, Allah verim bu şəkili vurur. Ya indi özümüz çıxaq vuraq da, indi sizin vaxt yoxdursa. İndi mən elə bilirəm ki, bunların gözündən qaçır. Elə getdim o Lernaqa Soveti var, Qarabarakda. İndi siz olmuyorsunuz, bilmirsiniz, o böyüklər bilər, şahbazlar bilirlər. Orada Lernaqa Sovetidir. Qabaqda da cavan, cavan oğlandır, uzaq sizdən, erməni idi. Durur qapının altında, içəri gəlib gedəni qoymur. Buna dedim, barış, salamlaşdıq. Dedim ki, ay bala, olar mı bir rəisinizin yanına gələndə, o şəhər sovetinin yanına? Dedim, Türkçədə danışımdan nə qədər danışdım, amma bilir Türkçə. Türkçəm, dedim, yox, Azərbaycanlıyam. Sen onu Türkçəmdəsin, hamımız belə deyirsiniz, deyirəm ki, Azərbaycanlıyam da mən, Türk o vaxtında biz Türk özümüzə qəbul eləmirdik. Deyirik, bu bizə təhqir üçün Türk deyil, niyə Türk deyirsin, biz Azərbaycanlıyıq. Sən, nə deyirsən sən o Lernaqa Sovetini? Deyirəm, mən 3 dəfədir gəlirəm, orada o Heydər Əliyevin şəkili düşüb oradan, yoxdur. Onu mesela niye vurmursunuz? Yadınızdan mı çıxıb, ya gözünüzdən mi qaçır? Yoxdursa da mən Bakıda oxuyuram. Orada Heydər Əliyevin çox şəklini gətirmişəm. Gətirib birini verim. Əgər vurmursunuz, mən özüm orada qoyum, oraya vurun. Bu belə dedim, gördüm mən uzaqlaşmıram, içəri getdi. O kim idi, mamıdır, başını uzattı dedi. Nə deyildi? Dedi o, əvvəlkilər nə deyir, bu da onu deyir. Yəni məndən də əvvəl buraya gəldilərmiş.
Benden derler burada deyiklermiş. Deyir ki, deyir, onlar ne deyir, bu da onu deyir. Deyir, niye Əliyev'in şəkli orada yok? Da buna niye işarə verdiyse gördüm ben. Yani koridorun başına iki karanlık yere vardılar. Bir dövmek diyorlar, andolsun Allah. Metal, ayak değilim, ayak kardeş, ayak bir. Hemen ne dedim ya, dedim şeklimiz yoktu, ben vereyim ya. Ben böyle ağzım burnum darmadağın oldu. O içeriden biri çıktı dedi, her iki, besti. Besti ya bunu öldürdünüz. Ben tekrar büyüdüm bile sürüdüler. Kan da ben aparır, benim ağda sarışka giymişim. Üstüm başım sarışkan bile. Çöle çıkmaya da koymuyor. Yok, hani orada biraz Hindistan'ı, yani incel, sonra gidersen. Şimdi gitti biraz yanına sumu, üzüme zarfıma vurdu, üstüm başım yine burada. Ben de çalışırım, özüm bir ter salam. Gene beni dövecekler. Tadın özüm aklıma gelirse, uşağı neydi oldu? Ben uşağı orada koydum sabah, uşaq gəlirəm. Bunlar da, uşaq da dəli oldu. Bir təhər çıxdım, yarladım, dedim, sən Allah, heç kimə deyim eləməyəcəm, yaxşı dövdünüz, amma qoyun çıxın, mən buraya yerəxan edib, o gətirmişəm uşaqlarımı, Dubrosan məktəbə gedəcəklər, balaca uşaqlardır, onları gəlmişəm paltar almağa, indi onlar orada dəli oldu. Çıxdım çölə, Abbas ötürücüm, o da mən axtarır. Gör uşaqlar buradadır, bu yoxdur. Bu necə oldu bu? Haraya gedib? Mənim belə uzaqdan qızlarım gördü. Böyük qızım artıq ağlı kəsirdi. Qız məni gördü. Hani bu sənin maşın oldu, sən nə haça başlayırdın? Dedim, hiçbir şey olmadı. Elə əmin sürüşdü, yıxıldı. Yox, bu sürüşmək gör, sən bütün hər yerin sən qandır. Dedim, bala, bu oruç keçib daha demək. İndi onu qızlarım bir xatirə kimi saxlayıb. Şimdi büyük kızım, pardon burada paltarda dağılırım, kızların hatırına gelip deyir, baba sen Allah, sen kabisinden gitme, aparma, o paltar lazım değil. Sen diline gene ehbalatı yadına gelir. Çıktım oradan, da sağa doğru varsa 6-7. Kətten çıkmışız 9'da, 10'da 11'den eline kandı olduk. Oradan da ben 4-5 saat dövdüler. Oradan çıktım, Ayfer'in daha tepkisi valla. Uşağı da altın, sen ne paltar orada. Uşağı da elə yıktım. Kətlər, ben uşağa ben marul diye söz vermiştim abi. Bunlara marulunu alacağım falan. Daimci özüm gittim, çaldım oraya, birden alamaz. Çıktım, kaçtık çıktık, kendi geldim. Elə əhvalatlar çok olur. Elə əhvalatlar oldukça çoktur. Yani bize o zulmü onların verməyinin heç kim de onu nəzərə almırdı. Biz də elə bilirdik ki, bunlardan gedib kimə şikayət edəsək, onlar bunun ciddidir. Demək, bunun başında duran elə bu işin sahibi. Elə onların özləri kəsinə bu şeyləri ilgir.